yəni övladlar arasında heç bir fərq qoymayan, ədalətli davranan. Amma fikir versək hədislərə deyir ki, yenə də qız uşaqlarına bir qədər oğlanlardan daha çox diqqət edin. Hətta. Yəni hətta bəli. Biz hədislərə, dini mətnlərə müraciət etdikdə görürük ki, əksinə oğlan uşağından daha üstün nemət qız uşağı sayılır. Məsələn, belə bir hədis var, Peyğəmbərimiz buyurur ki, oğlan uşağı nemətdir, qız uşağı isə rəhmət. Burada qızın üstünlüyü vurgulanır. Çünki istənilən bizə verilən şey nemət sayıla bilər. Hər bir şey. Nemət ümumi bir anlayışdır. Amma rəhmət isə xüsusi bir anlayışdır. Yəni, qız uşağı nemət olmaqla yanaşı, həm də rəhmətdir. Yəni, Allahın xüsusi hədiyyəsidir. Ki, qızın varsa sən valideynlik hissini yaşaya bilirsən tam anlamda. Mən danışıram bəzən, qız övladı olmayan deyir ki, elə bir ki, necə deyim, bir atalar xüsusilə bir natamamlıq hiss edirəm. Yəni, qızın varsa da oradan da sənin həyatda sevincin var, şadlığın var və həyatda sən özünü bir tam kimi hiss edə bilirsən. Kamil insan.